Vurursunuz. Nuş olsun. Demeli sadaka hakkında ne yazılıbdı? Orada kay, kulak as. Dikkatle kulak as. Yazılıbdı ki mazal var da mazal. Bak çok adam deyir ki belə deyək də. Bizde mazal deyirlər. Ama bütün dünya xalqları ne deyir? Deyir alnıva ne yazılıb o da olacak. Böyle bir söz var da deyirlər. Düzdür. Biz yazılıbdı ki Am İsrail ala mazal. Sözün mənası nədir? Yahudi xalqı özünün naxşından yuxarıdır. Mənası nə demək? Mənası nədir? Məsəl üçün bir də görsən qətiyyən bizdə belə bir şey var ki falçı yanına getmək olmaz. Falçıya, nə bilim nə belə baxan adamlara qətiyyən demək olmaz. Bax burada soruşdu ki tarixi yazılıb Maşiyaxın. Rab bilsə də onu deməz. Böyük Rablər onu bilir ama heç vaxt açını açıb deməyiblər. Demək olmaz. Elə şey yoxdur ki, Torada o şeyler, onlar günün altında qalır o soklar, onların şey, kölgəyə. Ha. Elə bir şey yoxdur ki, Torada yazılmasın. Hər şey yazılıbdır. Deməli, ne yazılıbdır? Dediğim kimi bakmak olmaz, fala bakmak olmaz, şey var. O vaxtı ulduza bakanlar olur. Ulduz falı en güçlü şeylerden biri olur. Hakikaten de sen böyle bakanda şey elifler. Mesela için şey neye göre, Faraon neye göre şey elifti, Yahudileri öldürmek isteyipti? Ha? Uşaqları neye göre suya atıptı? Çünkü ulduza bakanlar bakıp deyirlər ki, bir Yahudi uşağı doğulacaktı, Yahudileri çıkartıp buradan aparacak. Oradan da düz deyibdi. Ama bize seraflar ne kadar düzse de, ne kadar o fala bakanlar ne varsa düzse, bize onlara inanmak olmaz ve onların yanına gitmek olmaz. Kulak asmak olmaz. Yazılıp bir günü fala bakanlar ulduz falına bakan. Rab Akiva'ya deyirlər ki, onun oğlu şey olacak, kızı toy günü, kızı toy günü şey olacak, ölecek. Xodeş ta, bıraxa vaslaqa, işbaxa deri bezatışım kardeş, bıraxa işlaqa, bıraxa vaslaqa bezatışım. Bekirsu, ha, yo. Скелем свод авду хаямим браха вастаха. Ходиш то браха вастаха безоташем. Эмбай, билинедер безоташем. Безоташем. Тода дараб. Тода. Amen. Kontu. Toda raba girer. Ha. Deməli Rab Akiva deyirlər ki, kızının toyu olan günü ölecekti. Belə baxanda prognoza göre düz deyiblər. Rab Akiva indi kızını ərə versin, yaya verməsin. Bütün buna baxmayaraq biraz uşaqlardan ehtiyatlı olunurdu. Tüm bunlara bakmayarak Rab Akiva kızının toy günü toy elir. Ama oturur dua elir ki, bilir ki doğrudan da o diyen neyse var. Ama yok, ben inanmıram falan. Toy ne elir? Toy vakti da, hamısı vakti dua elir. Neyse, toy şey olur. Toydan sonra bey evine gelirler. Bütün geceni Rab Akiva oturur dua elir. Səhərə yaxın gəlirlər xəbər verməyə ki, Rab Akiva böyük bir möcüzə olubdu. Nə möcüzə olubdu? Akşam deyir, o vaxtı indi nətər ki qadınların şey var, güzgüsü var. O vaxtı kimin evində, kim köhnə evlər kimdə varsa daxul var idi. Yazıca gəlib, içində güzgü olurdu. Ha, divarın içində daxul deyirlər. Ora qadınlar, ora koydular bütün şeylerini, başlarını darayan, zat ne varsa hamısını ora koydular. Gece deməli, gece bu gəlin
bəydən olan otaqda indi çıxardır sancağını bu başa qoyanda nə şpilkanı deyək. Belə eləyəndə orada ilan dayanıbmış. Bunu vurmağa. Düz ilanın gözündən girir. Bu hələ bilmir. Tık girir ilanın gözündən. O da şpilkalar o vaxtı tic olublar. Ha, girir ilanın gözünə. Bu xəbəri yoxdur. Deməli bunlar yataqdan səhər duranda görürlər. İlan deməli oradan qıvrıla gəlib bunların yatağın yanında ölübdür. Sual olunur. Rabakiva çağırır qızını. Deyir mənə danış görüm nə olubdur ki sən belə xilas olmuşsan. Toy günü, deməli o vaxtı toy eləyəndə, indi bugünkü kimi belə balıq xaşım hər şeyi gətirib qoymurlar ortalığa. O vaxtı neçə nəfər çağırıblarsa, 50 nəfər, 50 nəfərlik yemək gətirir qabağına qoyur. Nətər deyir ki, nətər deyirlər? Mana işi. Gətirirlər hər kəsin qabağına. Da 51 yoxdur. Bir nəfər artıq gəlsə, ona yemək yoxdur. Toy vaxtı deyir, ata gördüm ki, bir kasıb adam qıraq çöldə durubdur. Çağırdım deyir, gəlin öz yeməyini verdi həmin o kasıba. Qardaş Varxu nə elədi? Sadaka Maçili Mavit. Bu ki gəlindi, öz toyudur. Yazılıb ki, hər bir toyda xatan və qalanı sevindirmək lazımdır. Onları güldürmək lazımdır. Onlardan oynamaq lazımdır. Belə bir gündə bu öz yeməyini veribdi. Qardaş Varxu deyir ki, sən öz yeməyi verdin. Göstərəcəm ki, bəli, ölməli idi, həmin o ilan gəlmədi. Amma yox, o sadaka onu xilas edir. Ona görə də bir də deyirəm. Hər bir kəs sadaka verən, sadaka sözünün əsl mənası mimilət çodek. Ben adam çedek. O seli çedek. Mause ukone xayim şilo. Elə adam var ki, məsəl üçün, elə adam var ki, bu məsələni danışmaq istəmirəm, amma elə belə deyəcəm. Adam olubdur ki, xırda deyəcəm. Mənə çıxardıb, çekini qoyubdur, deyir, istən neçə milyon istən yaz, mən verirəm bunu. Demişəm ki, bu nimaz sənin puluva ehtiyacı yoxdur. Qısa deyirəm, bunu Amerikada olub baxsın. Adam olubdur ki, yəni ki, bir dənə səhifine görə demişəm ki, yox. Adam elə bilir ki, kiməsə pul verir, yaxşılıq elir kiməsə. Yox, o pul götürən sənə yaxşılıq elir. Pul götürən sənə yaxşılıq elir. Yazılıb Şlomo Melex'in dövründə gəlir bir 3 dənə şey. Bunun vəzirlərindən biri pensiyaya çıxır da, belə deyək də, pensiyaya çıxan vaxtı olur. Deyir ki, Şlomo Melex deyir ki, deyir mən istirahət eləmək istəyirəm, pensiyaya çıxmaq istəyirəm, daha belə. Şlomo Melex deyir, ürəyin nə istəyir, sən çünki gözəl deyir, adam olmuşsan, kömək eləmsən mənə. Ürəyin nə istəyir, denəm verim sənə. Deyir Şlomo Melex, Baruch Haşem sayəndə hər şeyim var. Hər şeyim var. Mənə heyvanların dilini örgət. Heyvanların dilini örgət. Şlomo Melex deyir, padşah söz dedi, eləməlidir da. Deyir, etmək istəmirdim, amma məcburam. Yəni çünki padşah sözü var. Götürür, buna örgədir. Amma örgədəndə də deyir ki, çox peşman oluram ki, bu sözü ağzımdan buraxdım. Nəysə, bu adam fikirləşir ki, bu nə deməkdir? Yəni Şlomo Melex paxıllıq eləyir. Üstündən biraz keçir. Adaş, üstündən biraz keçir. Bu adam bir də evə gələndə görür ki, şeylər danışır ki, evdə olan şeylər, toyuqlar, cücələr həyatda olan, deyir, bu gecə iqtidar zatlar danışır ki, bu gecə deyir, bura oğrular girəcəkdir. Özə niyyətləri olacaqdır ki, bütün heyvanları da, səs edən heyvanları öldürsün ki, səs çıxmasın. İqtidar zatlar qaçır, gizlənirlər bir yerdə. Bunu bu eşidir. Aha, axşam deməli oğrular girəcək. Yaşa axranı qoyur, şey deyir hamısını. Gecə oğrular girəndə tap hamısını tutur. Bütün bu oğruları tutur. Gəlir Şlomo Melex'in yanına deyir, Şlomo Melex, bax, sən dedin belə, mən örgəndim, bax, bugün oğruları saxladım.
Şlomo Melek deyir, çox heyfslənirəm ki, sənə öyrətdim o dili. Deyir, bu nə danışır? Evmə oğrular girəsiydi, banditlər girəsiydi, mən onları tutmuşam, Şlomo Melek ona heyfslənir. Nəysə, üstündən bir 3-4 gün keçir, gəlir ki, evin pişikləri deyir ki, bu gün evdə pajar olacaqdı, yanğın olacaqdı. Gəlin, çıxaq çöldə yataq, ev yanacaqdı. Bab bunu eşitdi, bütün heç kim yatmır, hələnin əlində bir dənə vedrə su dayanıb gözləyirlər. Gecə külək olur, pərdələr əsir, gəlir şama dəyir, şamdan başlayır pərdə yanmağa, tık söndürdülər. Qaça-qaça gəlir, yenə deyir ki, Şlomo Melek belə-belə. Deyir ki, çox heyfslənirəm ki, sənə öyrətdim dili. Vay, bu nə danışır? Evim yanmağını istəyirdi bu. Üstündən 1-2 gün keçir, görür ki, göyərçinlər danışır. Deməli, bu göyərçinlər də evin yanında yuvaları olur. Deyir, bu gecə bu evdə Əzrail olacaqdır. Bu evin yəsini oğlunu aparacaqdır. Gəlin biz arala tutacaq, Əzrailin əlinə biz də düşməyək. İndi nə eləməlidir? Ha? Pajarı söndürdün. Oğurları tuttun. Əzrailə nə eləyəcəksən? Hara gedir bu adam? Kimin yanına gedir? Şlomo Melek'in. Kaçır Şlomo Melek'in yanından. Şlomo Melek. Ben ne eləyim? Ben ne eləyim? Bir de saklan. Şlomo Melek, ben ne eləyim? Ben başıma ne iş katır? Deyir, mən sana deyəndə ki, çox heyfslənirəm, sənə öyrətdim, elə bilirsən, mən səni istəməyib deyirəm. Göydən var idi ki, yazılmışdı ki, sənin oğlun bu dünyanı tərk etməlidir. Yəni onu yazır. Və sən gərək sadaka verərdin və yaxud da nəysə itirərdin, ya evini uğrayanlar və ev yanardı, amma uşaq və işin olmayardı, özvə işin olmayardı. Sən onların qarşısını aldın. Qoymadı. Ona görə də sənin bu dəqiqə işin çox çətindir. Yəni Kadosh Baruch Hu lap nəysə də olanda görürsünüz heç bir şeydə yoxdur. Xas-i şalom, əgər kimsə də rəhmətə gedəndə nə deyirlər? Baruch dayani emet. Kadosh Baruch Hu'nun adını çəkərək deyirlər. Və yaxud da həmin adam sinəsini kəsəndə bıraqa eləyir. Nətər adam ölübdür, nətər bıraqa eləyəsən? Yazılıbdır ki, Kadosh Baruch Hu hər şeyi nə edirsə yaxşılıq edir. Akol letova. Və bir şey bilmək, adamın əgər tutaq ki, iştiraf ediblər və yaxud da belə deyək da, pul düşüb itibdir, o nəyə görə iştiraf ediblər? Nəyə görə o pulu itibdir? Çünki o pulu verməmsən sadakaya. O pulu versəydin sadaka, heç olmasa mitzvan olardı. Gəlib amma hansısa bir müştərəyə verəndə o pulu yana-yana verirsin. Ona görə də vaxtında sadakamızı çatdırır. Baruch ata da. Amin və amin. Bir söz soruşun. Buyur. O yıkılır ucu. Adaş o bize yiyişme yaparsa bakacağım sadaka sayılır yoksa. Ana sen bize sadaka vermezsen, bizi eve aparmazsan eve aparmazsan sadaka vermezsen. Lehaim.